Herkese salam, mən Rəvan Əziyev. Bu videoda sizə uğursuzluqlarım haqqında danışacağım. Daha doğrusu təhsil həyatındakı uğurun arxasındakı uğursuzluqlar desək daha doğru olar. Hansı yollardan keçmişəm, bu uğurun arxasında hansı uğursuzluqlar yatır, bunları bu videoda sizə qeyd etmək istəyirəm. Öncəliklə onu qeyd edeyim ki, mən hal-hazırda İngiltərədə Leeds Universitetində Advanced Computer Science və AI üzrə magistratura təhsili alıram və Azərbaycan Dövlət Proqramı 2025 qaliblərindən biriyəm. Və bu yola gəlib çıxmağımda, bu uğuru qazanmağımın arxasında olan uğursuzluqlar açıqcası mənə maraqlıdır ki, aranızda mənim kimi bu şeyləri yaşayan olubmu, yoxsa yox? Ona görə də videonun şərh qismində məndən daha uğursuz olduğunuzu düşünürsünüzsə, hər hansı bir uğur qazanmışsınız və məndən daha çox uğursuz olduğunuzu düşünürsünüzsə, videonun şərh qismində qeyd eləyərsiniz, mənə də maraqlıdır. Və başlayaq ilkin mərhələdən. Mən artıq 3-cü kursdan qərarlaşdırmışdım ki, bakalavr təhsilimin pilləsində ki, mən xaricdə təhsil almaq istəyirəm. Artıq fikrim qəti idi. Ondan öncə də fikrim var idi, amma artıq qəti olaraq fikrim 3-cü kursun ortalarında başladı və mən artıq başladım müraciətləri necə eləyə bilərəm, araşdırmağa, nələrdən keçməliyəm, hansı prosedurlar var. Bu haqda biraz araşdırma elədim və mənim fikrim dəqiq deyildi. Nə mənada? Mən düşünmüşdüm ki, bir dənə Amerika universitetləri, yəni Amerika istəmirəm, Avropada hər hansı bir yerdə, yəni bu İngiltərədə ola bilər, bu Polşada ola bilər, bu Estoniyada ola bilər. Yəni ölkənin mənim üçün bir fərqi yox idi və universitetdəki çox zəif universitet olmasın, orta dərəcə və yaxud top universitet ola bilər. Mənim fikrim bundan ibarət idi və bu mənim daha çox yorulmağıma daha sonradan səbəb oldu, daha çox zaman sərf eləməyimə səbəb oldu. Bunu niyə qeyd edirəm? Aranızda əgər dövlət proqramına müraciət etmək istəyən və yaxud da hər hansı bir ölkədə təhsil almaq istəyən varsa, ən yaxşı məqam odur ki, siz öncədən universiteti, hətta ixtisası belə dəqiq bilərək universitetlərə müraciət edərsiniz. Və yaxud da scholarship'in özü belə, yəni təqaüdün özü belə nə qədər spesifik olsa, o qədər yaxşıdır. Çünki videonun irəliləyən dəqiqələrində görəcəksiniz ki, mən necə böyük bir əziyyət çəkmişəm. Əvvəlcədən qərarımın qəti olmaması ilə bağlı və sizin də yaşamamağınızı istəyirəm. Çünki əgər öncədən nə qədər çox spesifik olsa qərarınız, sizin üçün o qədər daha çox rahat və daha məqsədli şəkildə yol alacaqsınız. Və başlayaq ən ilkin mərhələdən. Mən scholarshiplərə, yəni proqramlara, dövlət proqramına və yaxud da digər təqaüd proqramlarına və ümumiyyətlə universitetin apply prosesi deyirlər, yəni müraciət prosesinə şirkət ilə eləmişəm bu bütün proseduru. Çünki mən araşdırdım, gördüm ki, mənim fikrim qəti deyil və mən o qədər şeyi özüm eləyə bilməzdim və bu yolda mənə kömək olan şirkət, xarici təhsil şirkəti var, Xudafərin. Əgər istəyirsinizsə, bu haqda məlumatı videonun şərh qismində əgər kim istəsə bildirə bilərəm. Və bütün bu prosedur boyunca başdan sona qədər sağ olsunlar mənim yanımda oldular. Buradan da onlara öz təşəkkürümü bildirmək istəyirəm. Və gələk ilkin mərhələ, hansı ki, ingilis dili sertifikatı lazım idi mənim bütün bu proqramlara müraciət etməyim üçün. Yəni demək olar 99% sizin beynəlxalq dil sertifikatınız olmalıdır ki, yəni ingiliscə təhsil almaq istəyirsinizsə, təbii ki, bu IELTS, Duolingo və yaxud da TOEFL sertifikatı ola bilər. Bunu götürmək idi və mən başladım IELTS imtahanına hazırlaşmağa. IELTS imtahanına hazırlaşdım. Oradan müəyyən bir dərəcə götürdüm və mən artıq apply proseslərinə başlamışdım şirkət ilə birlikdə və mənim ilk apply prosesim oldu Almaniya və DAAD təqaüd proqramına, hansı ki, çox yaxşı bir təqaüd proqramıdır, full scholarshipdir, yəni bütün təhsil xərclərinizi, bütün yaşam xərclərinizi qarşılayan full bir scholarshipdir. Amma ki, orada qazanma şansınız çox
aşağıdır. Amma mən dediyim kimi, məndə ölkə və yaxud da universitet və yaxud da ixtisas bilirdim ki, IT yönümlü olacaq, amma yenə də tam spesifik olaraq hansı sahə üzrə irəliləyəcəyimi yenə də bilmirdim. Daha çox analitika, AI bu kimi planlaşdırmışdım. Və buna müraciət etdim. Burada rədd cavabı aldım. Daha sonra bu mənim ilk uğursuzluğum idi bu arada. Və DAT proqramına müraciət etmək üçün deadline çox qısa idi və mən həmin ərəfədə IELTS imtahanına hazırlaşırdım və tam özümü hazır hiss etməmiş imtahana girdim və istədiyim nəticə olmadı, amma proqrama müraciət etmək üçün minimum tələbləri qarşılayırdı. Bunu topladım və imtahana, daha doğrusu apply prosesini etdim. Daha sonra müraciət etdik biz Macarıstan hökumətlərarası təqaüd proqramına. Orada da mənim şansımdan həmin ili dil sertifikatı üzrə dərəcəni biraz qaldırdılar. Yəni əvvəlki illərin nisbətdə olsaydı mən həmin requirementlara, yəni tələblərə uyğun gəlirdim, amma həmin ili uyğun gəlmədim və oradan da rədd cavabı aldım. Daha sonra irəliləyirik növbəti aylara, hansı ki bu artıq əhatə eləyir yanvar, fevral aylarını. Mənim İsveç arzularım, İsveçə doğru gedən yol. SI Scholarship var, hansı ki bu da full bir scholarshipdir, çox yaxşı bir scholarshipdir, amma yenə də qazanma şansınız çox aşağıdır. Niyə? Çünki beynəlxalq bir proqramdır, dadda olduğu kimi və dünyanın hər bir yerindən bu proqrama müraciət edirlər və daha çox sizi challenge eləyirlər, belə deyək. Və oradan da müraciət prosesi biraz başqa cür idi. Birinci universitetdən qəbul alırsınız, daha sonra scholarshipə müraciət edirsiniz. Məndə scholarshipdən öncə universitet proseduru başladı. 4 dənə universitet seçirsən, orada uyğun olaraq birinci ən çox istədiyin, dördüncü ən çox istəmədiyin kimi sıralayırsan. Nəysə, oradan mən qəbul aldım. Skövdə Universiteti idi, səhv etmirəmsə. Daha sonra proqrama müraciət etdim, amma proqramdan qəbul ala bilmədim. Dediyim kimi, yenə bu çox rəqabətli bir proqramdır. Daha sonra Litvanın təqaüd proqramı var, hansı ki bu da full bir təqaüd proqramıdır. Burada da yenə bənzər olaraq SI Scholarship'indəki kimi birinci universitetdən qəbul almalısınız. Daha sonra scholarship'ə müraciət edirsiniz. Burada da yenə mən universitetdən qəbul almışdım. Vilnius Tech Universiteti idi, səhv etmirəmsə. Top bir universitetdir. Bu AI yönümlü, IT yönümlü ixtisaslar üçün. Amma oradan da scholarship'dən kəsildim və bundan kəsildikdən sonra mən çox böyük bir demotivasiya oldum. Yəni bəlkə həyatımda demotivasiya olduğum, yəni ən böyük çöküş yaşadığım motivasiya cəhətdən olan ərəfə idi. Və həmin ərəfədə mən artıq bir çox proqrama müraciət etmişdim. Universitetə qəbul gəlirdi, amma scholarship'dən qəbul gəlmirdi. Hətta mən Litva təqaüd proqramından o qədər çox əmin idim ki, oranın qazanacağından. Yəni çox böyük bir əminlik var idi. Çünki oranın qazananları görmüşdüm. Yəni deyirdim ki, okey, SI ilə dadı başa düşürəm, çox rəqabətlidir, amma Litvada biraz daha şansım çox idi. Ona görə nəsə biraz özümə güvənirdim deyək. Amma oradan da qəbul gəlmədi, təəssüf ki. Bəlkə də nə yaxşı ki, gəlməyib ki, mən dövlət proqramına müraciət etdim və İngiltərədən qəbul aldım. Nəysə, və həmin ərəfə mənim demotivasiya olduğum, çöküşdə olduğum ərəfə idi. Yəni ard-arda bu qədər uğursuzluq. Mən sizə deyim ki, yaydan bəri, iyuldan həmin o Litvanın cavabı çıxana qədər təxminən 8 aylıq bir müddətdir, 7-8 aylıq və mən həmin ərəfədə demək olar ki, heç dayanmamışam. İstər IELTS hazırlaşma proseduru olsun, istər şirkəti araşdırma proseduru olsun, xaricdə təhsil şirkətini, daha sonra universitetlərə müraciətlər olsun, hansı universitetə müraciət etməliyəm, hansı ölkəni seçməliyəm, hansı təqaüdə müraciət etməliyəm. Təqaüdlərin özlərinin də öz sənəd-sünədi var, yəni hərəsinin öz strukturu var. Yəni tutaq ki, SI-yə hazırlaşırsınızsa, həmin sənədləri Litvaya təqdim etmirsiniz, onun öz strukturu var, onun üçün ayrıca hazırlaşırsınız. Yəni bu qədər videonun başında qeyd etmişdim. Yəni mənim fokusumun olmaması, tutaq ki, təkcə bir Litva və ya təkcə bir İsveç olmaması
Mənim bu qədər zaman, bu qədər enerji, bu qədər hətta orada pul falan temaları da var. Yəni hər universitetə müraciət üçün müəyyən bir application fee tələb olunur, sənəd sənədinin toplanması üçün. Nəysə, bunlar hamısı ümumilikdə mənim biraz həm puluma, həm enerjimə, həm zamanıma başa gəldi və həmin demotivasiya dönəmi və mən şirkət ilə danışan zaman demişdim ki, mən dəqiq bir fikrim yoxdur. Avropa universiteti istəyirəm. Daha doğrusu Avropada təhsil almaq istəyirəm. Orada bir universitet olsun. Çox belə listədə aşağı olan universitet olmasa da normal və yaxud da top universitet ola bilər. Onlar mənə başlanğıcda demişdi, biraz spesifik olsan yaxşı olar. Hətta mən birinci İngiltərə təhsil almaq istəmirdim. Çünki mən deyirdim ki, xaricə gəlirəmsə, ən azından 2 il təhsil alım da, yəni bu qədər zəhmət çəkirəm. Amma ki, bu həmin ərəfədə, yəni biz universitetləri falan araşdıran zaman mən İngiltərəni seçməmək kimi bir şansımın olduğunu demişdim. Amma orada diskussiya zamanı, yəni bu müzakirə zamanı demişdik ki, İngiltərəni seçimlər arasında mütləq qoymalısan. Çünki orada qazanma şansın biraz daha yüksəkdir. Çünki dövlət proqramı temalarında İngiltərə yaxşı bir seçimdir. Və mən demotivasiya oldum dediyim kimi. Daha sonra mən başqa proqramlar da var idi. Hansı ki Erasmus Mundus proqramı var idi, onu da fikirləşmişdim. Deyirdim mütləq müraciət eləyəcəm. Finlandiyanın falan təqaüd proqramları var idi. Amma demotivasiya oldum. Bəlkə də bu demotivasiya olmağım məni çalxaladı ki, sən nə edirsən də, yəni hara müraciət edirsən, heç bir fokusun yoxdur, heç bir spesifik bir fikrin yoxdur və sən sadəcə özünü çabalayırsan da. Bir dənə gözəl söz var. Deyir, nə qədər çox çalışdığın yox, nə qədər çox effektiv çalışdığın önəmlidir. Yəni sən 8 saat işləyə bilərsən, amma həmin 8 saatlıq işi sən 1 saata da görə bilərsən, əgər həqiqətən oturub düşünsən beyinlə ki, mən hansı yolları necə etməliyəm. Və həmin ərəfə mənim çalxalanma ərəfəm idi və mən əməli başlı motivasiyadan düşmüşdüm. Hətta deyirdim ki, mən ümumiyyətlə heç nə oxumuram, mən əsgərliyə gedəcəm, gedib gəlib sonra iş quraram falan. Və həmin ərəfədə mənim ailəmin mənə çox böyük motivasiyası oldu. Bəlkə də onlar olmasaydı mən bu dəqiqə təqaüd proqramını qazanmamışdım. Yəni onların mənim uğurumda çox böyük yeri var. Və həmin ərəfədə mən demotivasiya oldum, ailəm mənə dəstək oldu, yenidən məni motivasiyaya gətirməyə bacardılar və hər ehtimala qarşı mən artıq başlamışdım Azərbaycandakı universitetlərə müraciət etməyə. Daha doğrusu Azərbaycanda magistratura təhsili üçün hazırlaşmağa, hansı ki bir aylıq ərəfə qalmışdı. Mən son 10-15 gün başladım hazırlaşmağa və oradan əslində Azərbaycandan Texniki Universitetdən mən qəbul almışdım. Yəni bura gəlməsəydim çox böyük güman ki, orada təhsilimi davam etdirəcəkdim. Bəli, yəni mənim həmin ərəfədə çöküşüm, daha sonra ailəmin sayəsində motivasiyalı geri dönüşüm, Azərbaycandakı təhsilim üçün hazırlaşma dönəmi, daha sonra oradan qəbul aldım, biraz rahatladım və mən gördüm ki, mənim əlimdə nə qalıb, yenidən o xarici istək məndə oyandı. Hansı ki, xaricdə təhsil mənim həmişə arzuladığım bir şeydir. Və gördüm ki, mənim qarşımda bir dənə dövlət proqramı var. Hansı ki, mən ona müraciət edə bilmirdim. Niyə? Çünki mən beynəlxalq dil sertifikatı üçün C1 level ingilis dili lazımdır və məndə o yox idi. Dediyim kimi, dadda ona müraciət etmişdim. Daha sonra başqa bir scholarship üçün mən yenidən retake verdim. Daha sonra yenə də o tələbatı qarşılamırdı. Sonra oturdum, düşündüm, biraz araşdırdım. Gördüm ki, Duolingo deyə bir imtahan var. Daha ucuzdur, daha az bir zaman ərzində hazırlaşma olur. Yəni tutaq ki, 3 saat IELTS imtahanıdırsa bu 1 saatdır və remote şəkildədir. Yəni sizin hər hansı bir yerə getməyinizə ehtiyac yoxdur. Sadəcə kompüter falan olur və siz oturduğunuz yerdə imtahan verirsiniz. Bunlar hamısı mənim beynimi biraz qarışdırdı. Dedim ki, nə yaxşı. Hətta biraz test cəhdləri də elədim. Dedim ki, bu daha rahatdır. Kəşki deməsəydim bəlkə. Çünki bu mənə IELTS-dan daha başa gəldi. Çünki mən 3 dəfə Duolingo imtahanından kəsildim. Yəni C1 sertifikatını ala bilmədim. Halbuki mənə çox rahat gəlmişdi. Onun da öz strukturu var, ona hazırlaşma dönəmi, o da mənə xeyli bir zamanımı aldı. Yəni ondan sonra mən IELTS-a davam eləsəydim çox daha yaxşı olar deyə düşündüm sonradan. Və dövlət proqramının səhv etmirəmsə 15 iyun
2025-ci ildə deadline günü idi. Yəni həmin gün sənədləri artıq yerləşdirib bitirməli idin. Mən bir dəfə cəhd etdim, 2 dəfə cəhd etdim, 3 dəfə cəhd etdim Duolingo üçün. Orada da bir demotivasiya yaşadım. Yenə ailəm sayəsində mən motivasiya oldum. Ümumiyyətlə bu həyatda çalışın, sizə motivasiya ola biləcək nəsə olsun. Bu ailəniz ola bilər, bu dostunuz ola bilər, bu sevgiliniz ola bilər, bu yoldaşınız ola bilər. Hər hansı bir heyvanınız belə ola bilər, ev heyvanı ola bilər, əşya ola bilər. İstənilən bir şey olsun. İnsana bu həyatda lazımlı bir şeydir məncə. Və məndə bu ailəm idi. Buradan da onlara sevgilər, sayğılar. Bəli, mən yenə 3-cü dəfə imtahanı verdikdən sonra artıq yenə demotivasiya oldum. Dedim ki, alınmırdı. Yəni bu qədər cəhddən sonra məndə əgər həqiqətən alınmırsa, demək ki, mənim qismətimdə yox imiş. Sonra yenidən mən bir dəfə, axırıncı dəfə yenə cəhd etdim. Axırıncı imtahandan 2 gün sonra yenə bir dəfə imtahan verdim. Hansı ki, bu həmin vaxt mənim təsadüf eləyir, həmin 15 iyun, yəni deadline-dan 1 saat öncəyə. Belə deyim sizə. Deməli, Duolingo imtahanının cavabı çıxır normalda 2 saat, 2 gün ərzində. Mən almışdım, orada pul verib 12 saat ərzində nəticəni götürmək olur. Çünki məndə bir gün vaxt qalmışdı. Dedim, bir dəfə də şansımı yoxlayayım, nə olar. Və ayın 14-ü mən imtahanı verdim axşamdan. Yəni 15 iyun 12:00 deadline idisə, mən yerləşdirmişdim sənədlərimi 11:00-da. Yəni deadline-dan 1 saat qabaq. Yəni bunu yerləşdirməyimdə də səbəb təbii ki, 4-cü cəhdimdə mənim Duolingo nəticəmin yaxşı olması idi. Bir sertifikatı nəhayət ki götürmüşdüm. Və çox sevinərək, həyəcanlı şəkildə sənədlərimi yerləşdirdim. Və səhv etmirəmsə, bir həftə sonra mənə birinci mərhələni keçdiyim barədə məlumat gəldi və intervyu mərhələsində yaxın zaman ərzində çağırılacağım bildirildi. Daha sonra yəni bu qədər maddi motivasiya olduqdan sonra, bu qədər çöküş olduqdan sonra axır ki, müəyyən bir mərhələni keçməyim mənə biraz motivasiya verdi. Daha sonra intervyuya hazırlaşma prosedurum, onda müəyyən bir 10-12 gün falan vaxtımı aldı. Daha sonra məni intervyuya çağırdılar, ikinci mərhələdə hansı ki. Ondan da keçdikdən sonra, daha doğrusu intervyunu verdim və gəldim artıq öz evimə, oturdum. Hər şey bitmişdi, bütün imtahanlar bitmişdi, bütün scholarshiplərə müraciət bitmişdi. Artıq, yəni bu mənim son şansım idi. İntervyudan keçsəm gedirdim, getməsəm də heç Azərbaycanda magistratura təhsilimi davam etdirəcəkdim. Amma ki, qismət oldu ki, mənə avqustun 1-i, səhv etmirəmsə 15 gün sonra cavablar açıqlandı. 15-20 gün arasında bir vaxt idi ki, təhsil şirkəti mənə zəng elədi ki, bəs təbrik edirəm sizi, siz İngiltərədə təhsil hüququnu qazanmısınız, bəs növbəti mərhələlər haqqında sizə məlumat verəcəyik və mənim o həmin anda keçirdiyim hisslər nəyə desən dəyərdə. Yəni o qədər ki, siz uğursuzluq yaşayırsınız, o qədər ki, çox cəhd edirsiniz və sonunda istədiyiniz nəticəni əldə etmək, hətta bu dəqiqə belə mənim tüklərim biraz biz olur, həmin anı yaşayıram. Yəni, yekunda belə bir şey əldə etmək sizin həqiqətən özgüvəninizi, sizin həyata olan o vazgeçməməyinizi göstəricisidir və yekunda da nəticə almanız sizə həqiqətən çox böyük bir motivasiya verir. Bu qədər dostlar, bu mənim uğurum idi və uğurumun arxasındakı uğursuzluq idi. Videonun məqsədi də sizə göstərməkdir ki, mənim kimi bəlkə milyonlarla insan var ki, hansı ki onlar uğur qazanırlar və onun arxasında yatan uğursuzluğu biz görmürük. Çünki insanlar nəticə fokusludur daha çox. Yəni biz sadəcə görüntü şəkildə görürük ki, tutaq ki, Elon Musk hansısa bir şirkətin CEO-sudur və yaxud da Jeff Bezos Amazon şirkətinin CEO-sudur. Nə gözəl, həyat xoş onlara, amma onların arxasında yatan uğur, onlar necə gəlib bu yola düşüblər. Yəni bunlar təbii ki, sadəcə bir nümunədir. Yəni təkcə şirkət sahibləri yox, istənilən bir mövzuda, yəni məndə bu təhsil həyatına aid idi. Bu hər hansı bir mövzuya aid ola bilər.
Yəni insanların gəldiyi yeri bilmədən sorğulamaq günah sayıla bilər məncə. Çünki dediyim kimi biz sadəcə görüntü şəklində görürük ki, bu insan uğur qazanıb, amma onun arxasında yatan çətinlik və uğursuzluğu görə bilmirik. Təəssüf ki, elə bir gücümüz yoxdur. Sadəcə mənim kimi belə danışanda, digər insanlar dinləyəndə xəbərdar oluruq ki, bəs belə həyatlar var, bu yollardan keçmişik, bu uğur əldə etmişik və yekunda sizə sadəcə motivasiya olsun deyə deyirəm ki, aranızda bəlkə də təhsil həyatında belə uğursuzluqlar yaşayanlar var, bəlkə də hal-hazırda proqramlara müraciət edənlər var, kəsilənlər var və yaxud da ingilis sertifikatını ala bilməyənlər var. Amma həqiqətən məqsədiniz varsa, inanın ki, mənə bacaracaqsınız. Çox da sözü uzatmaq istəmirəm. Gələn videolarda görüşənədək.